Əslində biz iki cür qida alırıq da. Bir belə yeyərək Yeyərək qida enerji, alırıq. bəli, enerji Bəli. şəkildə olar. İkincisi isə Emosional. qida alırıq. İnsan hər nə qida almasından asılı olaraq ona uyğun da ona dönüşə bilir. Bəli. Bəli. Mən də bilirəm ki, maşallah siz də hər iki tərəfdən çalışırsınız da. Bəli. Çünki nəticə istəyirəm pasientdən. Bəli. Çünki insan baxın, əslində biz bir məhsuldan hazırlanmışıq. Bizdə sümük var, ət var, hüceyrə var, damar var, dəri var. Tək deyilik. Biz tək olmadığımız üçün də müalicəni də əslində bir meyar üzərindən aparmağımız yanlışdır. Bu səbəbdən dolayı məsələn əvvəl həkimlərimiz biz gəzirik 10 həkim birdən. Bəli, bəli. Bu biraz absurd olur da indi. Əlbəttə ki, indi bir başqa sahələrdə bu özünü tapır, amma sırf bu qidadırsa, sırf bu mənəvi rahatlıqdırsa, sırf burada deməli sənin özün ruh halındırsa, emosional yeməyindirsə, sən bunun bir kökünü tapmalısan ki, sən ruhun bəlkə nələrisə yeyib, bəlkə nələrisə atıb, sən bunu tapa bilməmisən. Bəli, tamamilə Aytan xanım doğrudur. Çünki niyə görə deyirəm ki, müəyyən artıq səviyyəyə gəlmiş insanlarla işləyirəm. Çünki mənim işim artıq qadağa deyil, sən onu yemə deyil. Sən bunu niyə görə yeyirsəndir? Niyə görə yeyirsən? Səbəb nədir ki, sən bu qədər çörəyi yeyirsən? Çörəyi qida rasionundan çıxarmırıq. Amma ki, çörəyi çıxarmaq yox, çörəyi yəni əvəz eləyici qidalar verməliyik ki, ona işləmə texnikası verməliyik ki, o çörəyi bədən özü istəməsin. Neyinir? Bağımlılıqdır. Bağımlılıq. Baxın, niyə görə hər birimiz evimizə gedəndə rahat oluruq? Yəni deyirik, evimizin rahatlığını bizə heç nə vermir. Yəni o çörək nədir ona? Restoranda yediyiniz yeməklə evdə yediyiniz yeməyin dadı hər gün də restoranda yemək yemək istəmərsiniz. Çünki evinizdə daha rahatsınız. Çörək sizə bağımlılıq, istilik, huzur verir. Ona görə də sən balanslı bir şəkildə qida qəbul eləməlisən ki, çörəyi qara siyahıya alma. Çörək sənin yenə də şükür eləyərək yemək lazımdır. Baxın, bu həyatı cənnət deyə axtarmağa ehtiyac yoxdur. Cənnəti hal olaraq özümüzə yəni etməliyik ki, biz hal olaraq cənnətə çevrilik. İnsanları baxın, qadağalar birsiz hardan yaranır Aytan xanım? Hər birimiz evlad, balaca uşaq olmuşuq. O evladı azca boyu hündürləşən kimi, ikinci evlad dünyaya gələn kimi onun boyu var axı. Deyir ki, eləmə, ayıbdır, görsən nə boydasan. Yəni artıq sən böyüksən. Artıq bu şuur altına qadağa sanki insan var davanı sevir, insan var dalaşmağı sevir, ondan motivasiya alır, motiva olur. Bu hardadır? Kök, ailədədir. Mənə o qədər yazırlar ki, Aytan xanım, inanın ki, Allaha, ona mən cavab verməyə mənim nə vaxtım, nə zamanım olmur. Panik ataqdan əziyyət çəkənlər nə qədər insan var, nə qədər insan var. Kökənci hamısı nədir? O uşaq vaxtından yaşanan stresslərdir. O çıxmayıb, üzə çıxmır. Ondan sonra o qalır insandır. Gerçəkdən heç nə yoxdur. Gerçəkdən heç nə yoxdur. Amma bədən deyir ki, skorunu çağırır ki, mən ölürəm. Ölürəm. Mənə çarə verin, ölürəm. Deyir, kəlmə-i şəhadəti gətirir ki, mən ölürəm. Ona inandırmaq olmur ki, sənin heç bir şeyin yoxdur. İnanın, 64 yaşım var, deyir qadın. Yəni, neçə kərələrlə intiharı fikirləşmişəm. Bu dərəcədə panik atağın kökəninə düşüb sağaldan heç nə yoxdur. Niyə görə yoxdur? Çünki artıq ona məşğuliyyət lazımdır. Sağlam qidalanmaq. Bilirsiniz necədir? Panik atağı sən gündəlik həyata idarə eləmək üçün yaşaya bilməzsən. Sən artıq panik atağa görə yaşamalısan. Panik atağına görə hərəkət eləməlisən. Panik miqreninə görə hərəkət eləməlisən. Sən miqrenin var deyə hər şey eləyə bilməzsən. Amma ki, onun üçün rituallərin olmalıdır ki, sən onu cizəsən, planlayasan, işləyəsən. Sən məsəl üçün nəfəs texnikası eləməlisən, qida əlavəsi eləməlisən, lazım gəlir vitamin, mineral içməlisən. Baxın, vitaminlər, minerallar simptomları susturacaq kimi zərərli bir, yəni qida dərmanlar deyil. Bəli. Bu kökdən sağalda biləcək. Məsəl üçün bir perimenopoz yaşayan qadına maqnezium verməmək, yəni bunu necə adlandırmaq olar? Adlandırma, maqnezium içməlidir. Çünki nə qədər hücrədə işləyir.
bu maqnezium. Bir, yəni D vitamini səviyyəsini hər bir insan bilməlidir artıq. Çünki D vitamini COVID-də bilirsiniz insanların çoxsu niyə görə sağala bildi? Çünki D vitamini səviyyələri yüksək idi. Ona görə sağala bilirdilər.